Salam əziz izləyicilərimiz, bugün Sabirabad rayonunda satışda olan həyət evini sizə təqdim edirəm. Buyurun baxardınız. Bura bağ evidir. Yaxşı qulluq olunmuş, həyəti bacalı bir bağ evidir. 30 sotlu sahəsi. Əsas vacib məsələlərdən biri heyvanları ilə məşğul olanların nəzərinə. Hardasa 30-40 iri buynuzlu saxlamağa həyətində ferması da var. Hamısını bir-bir təqdim eləyəcəm sizə. Toyuq düzə saxlamağa da böyük hini var. Xahiş edirəm videonu axıra kimi izləyin. Hamısını bir-bir təqdim eləyəcəm. Çox gözəl bir məkandır bura. Baxın, ağacların bir ağac əkməyə ömür lazımdır. Kim hazır beləncə qulluq olunmuş, həyətli bacalı, yaşıllı beləncə həyət evi istəyirsə, buyurun, inşallah satışa çıxır. Ev daş tikili evdir. 3 otaq, bir zaldan ibarətdir. Bir-bir hamısını sizə təqdim eləyəcəm. Düz həyətlə boya-boy bir xəndək qazılıb, yəni arxın suyu həyətdən keçir. Çox gözəl bir məkandır. Kim fermi ilə, toyuq düzü ilə məşğul olmaq istəyirsə, təsərrüfatla buyurun. Muğan prospektindən bir 30-40 metrə məsafədədir, yəni küçənin girişindən 30-40 metrə məsafəsi var buranın. 30 sotdur, yenə də təkrarlayıram. Əhyanın sahəsi 30 sotdur. Kupça elektronlu, paket kupçadır. Qazı, suyu, işığı, interneti hamısı var. Baxın, gözəlliyə baxın. Düz bu şirin su həyətdən keçir. Bu şiferin o tərəfində də fermadır. Bir də o toyuq saxlanan yerdə, oranı da sizə göstərəcəm. Bura o evin giriş zalıdır. Baxardınız. Bura bir yataq otağıdır. Bir mərtəbəli qoşa daş tikili evdir. Evin hər bir şəraiti var. Bura bu gördüyünüz ikinci yataq otağıdır. Burada bir yataq otağıdır. Evin mətbəx, hamam sanitar qovşağı da hamısı evin içindədir. Bura toyuq düzə saxlanan yerdir, baxardınız. 4 dənə elə bir bu hinin içində otaqlar var. Yəni balaca düzələrdə saxlamağa yeri var, böyük düzələrində saxlama yeri var. Beləncə, yəni bütün şərait, iyi şərait qurulur. İndi sizə fermanı da təqdim edirəm. Yenə də təkrarlayıram, paket kupçadır, 30 sotlu həyətyanı sahəsi Muğan prospektində yerləşir. Ev 3 otaq, bir zaldan ibarətdir. Bura böyük fermasıdır, baxardınız. Üstü zadı hamısı dəmir şiverlərlə yığılıb, yəni möhkəm bir tikilidir. Allah alana da, satana da xeyrin versin. Qiyməti razılaşma yolu ilədir. Real alıcıya inşallah qiyməti deyiləcək, razılaşmaq olar. Allah xeyrin versin. Kim istəsə profildə nömrəm qeyd olunub. Takibatı paylaşmağı da unutmazsınız, xahiş edirəm.